Şəxsi biznes qurmaq istəyirsiniz. Əlinizdə müəyyən bir miqdar pul var. Amma istəyirsiniz ki, evdən oturub işləyəsiniz. Elə isə yaxın əyləşin. Sizə bir ideya verim. Bir biznes ideyası verim. Baxın, gəlin təsəvvür eləyək ki, əlinizdə təxminən 100-200 manat pul var. Və bir işlə məşğul olmaq istəyirsiniz. Bir bizneslə məşğul olmaq istəyirsiniz. Məşğul ola bilərsinizmi? Bəli, niyə də olmasın? Ümumiyyətlə qeyd edim ki, hətta dövlət tərəfindən də sıfır pulla da biznes qura biləcəyiniz layihələr var. Amma indi mən burada başqa bir şeydən danışıram. Pullu olan variantdan danışıram. 100-200 manat civarında təxmini deyirəm də bu miqdarı. O civarda nə iş görə bilərsiniz? Onunla bağlı bir ideya vermək istəyirəm sizə. Bir biznes ideyası vermək istəyirəm. Deməli, baxın, bir misal verim sizə. Bizdə bilirsiniz ki, Novruz bayramında səməni gəlir də, düzdürmü? Səməni satırlar, düzdürmü? Bir də nə olur? Bir də hansı gül satılır bizdə adətən? Nərgiz gülü satılır da, düzdürmü? Nərgiz gülü çıxanda nərgiz gülü satılır. Yəni o ənənə var da bizdə, düzdürmü? Yəni nərgiz gül almaq, və yaxud da evimizə səmən almaq. İndi sizə bir misal verim ki, Amerikada bu ekranda gördüyünüz gül var ha. O gülü Yeni il bayramında bir insan digərinə verir. Və sizə belə bir misal verim ki, yolkada, Yeni ildə olan o yolka ağacı var ha, orada belə yumru oyuncağı olur ya onun. O yumru oyuncağı formasında güllər var, soğanaq var, soğanaq bitkisi var. Daha doğrusu gül bitkisi var, amma o gül bitkisinin belə deyim də kökü soğanaqdan ibarətdir. Yəni soğanaq formasındadır. Soğanaqlı bir bitkidir. Soğanaqlı bir gül bitkisidir. Və onun gözəl çeşidli rəngləri var. Siz necə bir bizneslə məşğul ola bilərsiniz? Baxın, bilirsiniz ki, dünya gör-götür dünyasıdır. Məsələn, Türkiyədə nə isə baş verən kimi, Türkiyədə nə isə və yaxud da digər ölkələrdə nə isə bir şey olan kimi, yeni bir şey tətbiq eləyən kimi, o qısa müddətdən sonra bizim ölkəmizdə də tətbiq olunur. Mənim verdiyim bu ideyada əslində təkcə bu gül var ha, ekranda gördüyünüz gül. O gül soğanaqlı bir güldür. Siz həmin o gülü ala bilərsiniz. Qeyd edim ki, onun alışı ilə də bağlı sizə dəstək verə bilərəm. O dəstək üçün də əlaqə vasitəmə WhatsApp-da yaza bilərsiniz. Əlaqə vasitəsini bilməyənlər üçün TikTok-da, YouTube-da şəxsi də yaza bilərlər. Bu öz yerində. Siz o soğanaqları əldə eləyib, qeyd eləyim ki, o soğanaqlar soğanaqların çiçək açmasına siz müdaxilə eləyə bilirsiniz. Yəni siz istədiyiniz vaxt o soğanaqlar çiçək açsın deyə belə deyim də sifariş verə bilirsiniz. Yəni o soğanaqların nə zaman çiçək açacağını siz təyin eləyə bilirsiniz ki, nə zaman çiçək açsın. Və qeyd edim ki, bu indi sizin üçün adi bir gül becərmə ideyası kimi gəlməsin. Çünki bu soğanaqlı bir bitkidir deyə sizə yəni hər hansı bir geniş bir yerə ehtiyac da olmaya bilər. Çünki soğanaqlıdır, yəni onun torpağa elə də ciddi ehtiyacı olmur. Hətta bir damcı torpaq olsun, belə deyim, suda da belə yetişə bilir. Ona görə yəni sizin əliniz belə deyim, çirkli olmur. Çox da çirkli olmur və bu gül elegant güldür, zərif güldür, gözəl güldür, cəlbedici güldür deyə və ölkəmizdə də bu gülün təbliğatı çox da yoxdur. Və siz bu gülü nə edə bilərsiniz? Baxın, yeni ildə
Kimilərisə hədiyyə olaraq verə bilərsiniz və yaxud ad günündə və yaxud da 8 martda bu gülü də bazara, təqdim eləyə bilərsiniz və yaxud da şəxsi bir Instagram səhifəsi aça bilərsiniz, oradan sata bilərsiniz. Bu necə ki, handmade, əl istehsalı olan məhsullar kimi və yaxud da, bu toy mərasimləri, nişan mərasimləri olur ha, həmin yerlərlə danışa bilərsiniz. Onların çeklərini verə bilərsiniz. Siz yəni bu bitkidən bir neçə məqsəd üçün istifadə eləyə bilərsiniz. Həm soğanağını, verə bilərsiniz. Soğanağı elədir ki, yoldaşlar, bunun soğanağını rəngləyirlər. Bu necə ki, yolka ağacında olur ya, yumru-yumru şariklər. Onun formasında rəngləyirlər. Siz yəni düşünmürsünüz ki, bu bitkidir sən demə. Halbuki bitkidir və ondan gül çıxır və çox gözəl bir mənzərə, effekt yaranır. Möcüzəvi belə deyim bir image yaranır. Siz həm o soğanaq variantında, yəni çiçəkli vəziyyətdə soğanaqla bərabər paketləyib qablaşdırıb sata bilərsiniz, xüsusi dizayn verərək. Və yaxud da çiçəklərinin məhz satışı ilə məşğul ola bilərsiniz. Və bunu siz gözəl reklam eləsəniz, ölkəmizdə buna kifayət qədər tələbat ola bilər. Yəni bu bazar boşdur, onu deməyə çalışıram sizə. Bu biznesi gətirə bilərsiniz misal üçün ölkəmizə. İndi aranızdan əgər belə, bazarda nə yoxdur deyə düşünəniniz varsa, baxın belə bir ideya var. Bunu gerçəkləşdirə bilərsiniz. Yəni bu üçün də heç də ciddi bir pula ehtiyacınız yoxdur. Xüsusi bilik və bacarığa ehtiyacınız yoxdur. Yaradıcı bir insansınızsa, marketinq qurmaq istəyirsinizsə, marketinqlə azdan çoxdan anlayışınız varsa, satmağı bacarırsınızsa, belə bir bizneslə məşğul ola bilərsiniz. Yəni 100-200 manatdan başlayıb sınaya bilərsiniz bu işi. Daha sonra böyütdükcə də özünüzə bir şəxsi sayt aça bilərsiniz. Sonra daha çox sayda o bitkidən ala bilərsiniz, soğanağından ala bilərsiniz və ölkədə onun monopoliyasına da sahib ola bilənlərdən biri ola bilərsiniz.